Danışır Təbriz, Azərbaycan Milli Hökumətinin səsi. Əziz eşidənlər, sevgili vətəndaşlar, siz bizim səsimizi Azərbaycanın paytaxtı Təbrizdən eşidirsiniz. İndi isə sizi Azərbaycan Milli Musiqi Orkestrasından bir mahnını eşitməyə dəvət edirəm. Danışır Təbriz. Əziz xalqımız, Baş nazir cənab Pişəvəri Millətlər İttifaqına Azərbaycan məsələsi haqqında müraciət etdi. Danışır Təbriz. Azərbaycan Milli Hökuməti Nümayəndələri Tehran ilə müzakirə üçün Tehrana gedir. Danışır Təbriz. Əziz eşidənlər, sevgili xalqımız. Bugün Qrov ayının 24-ü Azərbaycan Milli Hökuməti və firqəmiz Zəncan şəhərini boşaltmaq məcburiyyətində qaldı. Pəhləvi istibdadı qoşunları, mürtəcələr və xainlər hər tərəfdən vətənimiz Azərbaycana hücuma keçiblər. Qərbi istimari dövlətlərin və Tehran istibdadının savaş təyyarələri Azərbaycan göylərində qəhrəman fədailərimizə hücum edirlər. Mürtəcələr azadlığımızı istəmirlər. Danışır Təbriz, Azərbaycan Milli Hökumətinin səsi. Əziz eşidənlər, sevgili xalqımız, bugün günlərdən qanlı 21 Azər. Mürtəcələr və xalqımızın azadlığının düşmanları müzakirə edilib razılaşdığımız maddələrin belə üstündə durmadılar və qeyri-qanuni olaraq Azərbaycana hücum etdilər. Bəlkə bu bizim son verilişimiz olacaqdır.